Həzrət Əli əleyhissalamın kəlamlarını müzakirə edirdik. Həzrət Əli əleyhissalamın daha bir qısa, hikmətli cümləsini sizinlə müzakirə edək. Hədisin orijinal forması belədir. Və qalə Əliyyun əleyhissalam yəbnə Adəm. Əli əleyhissalam buyurdu: ey Adəm evladı. Buradan belə başa düşülür ki, əgər Adəm evladına müraciət edirsə, deməli bütün insanlara aid olan bir məsələni izah edəcək. İzə rəəytə rabbəkə subhanəhu yutabi'u aleykə ni'mə. Nə vaxt görsən ki, o pak olan Allah, gözəl olan Rəbbin sənə çoxlu nemətlər verir və əntə təsihi, sən də günah etməklə məşğulsan, fəhzərhu, çox diqqətli ol. Həzrət Əli əleyhissalam buyurur ki, əgər Allah tərəfindən sənə çoxlu nemətlər verilirsə, bu sənin üstünlüyün deyil və bir halda sən də günah etməklə məşğulsan. Əgər Allah səndən razı qaldığına görə bu nemətləri sənə vermiş olsaydı, sənin keyfiyyətinə görə bu nemətləri sənə vermiş olsaydı, onda sənə nemət verməməlidir. Buradan belə başa düşülür ki, bu hər bir insana aid olan bir tövsiyədir. Burada Həzrət Əli əleyhissalam inançlı insanla inançlı olmayan insanı aid eləmir, ayırmır. Burada hər bir kəsə müraciətdir. Və bu müraciətdə əsas diqqəti çəkən məsələ budur ki, Allah nemət verəndir. Allahın nemət verməsi mənim yaxşı olub olmamağımla əlaqəli deyil. Allah ki, insanları yaradıb və nemətini də onlardan əsirgəmir. Allahın nemətinin çoxluğu, Allahın mənə yönələn nemətinin çoxluğu, mənə lütfünün çoxluğu mənim təmiz olmağım deyil, mənim gözəl insan olmağım deyil həmişə. Yaxşı, Allahın nemətinin çoxluğu onun mərhəmətinin çoxluğundandır. Mənim pak olmağımın əlaməti deyil. Çünki hədisin sonunda buyurur ki, və əntə təsi, nemətlərin ardıcıl olaraq sənə verilməsi ilə yanaşı, sən də günah edirsən, ardıcıl olaraq günah edirsən. Deməli, bu nemətlər sənə günaha görə verilmir, sənin pak həyatına görə verilmir. Bu nemətlər Allahın ümumi olaraq bəndələrinə göstərdiyi lütfün və mərhəmətin əlamətidir. Amma sən bu nemətlər sənə verildikcə günah edirsən və düşünürsən ki, əgər deməli bu həyat elə düzgün həyatdır və bu günahların o qədər də təsiri yoxdur. Sonda Həzrət Əli əleyhissalam bu ki, fəhzərhu, çox diqqətli ol. Bu etdiyin günahlardan çox diqqətli ol. Ola bilər ki, Allah sənin onun boynunda, öhdəsində olan haqqını, Allahlıq haqqını tam olaraq riayət edir, nemətlərini sənə verir ki, və sən də bu nemətlərin arasında bəzən başını itirib çox problemli bir şəkildə qala bilərsən. Davamiyyətli günah və nemətlərin davamiyyətli olması. Sən burada çətinliyə düşə bilərsən, nemətlər səni azdıra bilər. İmam Səccad əleyhissalamın bu hədisə uyğun bir duası var. Buyurur ki, ilahi, o qədər nemətləri ardıcıl olaraq mənə lütf etdin ki, şükür etmək yadımdan çıxdı. Deməli, İmam Səccad əleyhissalamın bu ifadəsi ilə Həzrət Əli əleyhissalamın bu gözəl hədisini uyğunlaşdıranda görürük ki, burada Həzrət Əli əleyhissalam nə demək istəyir? Demək istəyir ki, bu qədər nemətlər ki, sənə verilir, bilgilən ki, bu nemətlər sənin həyat tərzinin gözəlliyinə görə deyil, Allahın lütfüdür. Və bu ikinci, bilməliyəm ki, bu nemətlərin qarşısında günah etməzlər, nemətin qarşısında çox sağ ol deyərlər, nemətin qarşısında təşəkkür edərlər. Və əgər nemətlərin, yaxşılıqların qarşısında təşəkkür etmirəmsə, mənə göstərilən diqqətin qarşısında mən Allaha hörmət etmirəmsə, Allaha hörmət göstərmirəmsə, diqqət ayırmıramsa və bundan da əlavə günah eləyirəmsə mütəmadi olaraq, Həzrət Əli əleyhissalam buyurur ki, fəhzərhu, bu işdən çəkin, çox diqqətli ol. Bir gün olacaq ki, bu nemətlər sənin əlindən alınacaq və günahlarınla baş-başa qalacaqsan. Qiyamət günü Allaha demək istəsəm ki, ilahi,
axı mən nə etmişdim və niyə belə etdin? Orada demək istəsəm əgər, deməyə danışmağa dilim olmayacaq, danışmağa üzüm olmayacaq. Çünki cavabında bunu deyəcəklər mənə ki, sənə ardıcıl olaraq nemətləri verdik, son dərəcə hörmət göstərdik, heç nəyi səndən əsirgəmədik, amma sən də günahları, özvü günahlardan xilas eləyə bilmədin. O yaxşılıqların qarşısında ardıcıl olaraq günahlar etdin. İnsanlar düşünməsinlər ki, Allah mənə nemət verirsə, mən yaxşı insanım. Yox. Düşünmək lazımdır ki, mən bu nemətlərin qarşısında necə cavab verirəm. Ona görə də hər birimizin üzərinə böyük bir məsuliyyət düşür ki, bu nemət dolu dünyada yaşayırıqsa, bu bərəkət dolu dünyada yaşayırıqsa, bu həyatda yaşayırıqsa, bu nemətlərin bir cavabı var, dünyada təşəkkür cavabı var və eyni zamanda bu nemətlərin qarşısında bir ədəb göstərmək məsuliyyətimiz var. O ən böyük ədəb də budur ki, Allahın bizə lütf etdiyi nemətlərin qarşısında günahdan uzaq olaq, günahdan çəkinək. Çünki bu günah bir gün o nemətləri bizim əlimizdən alacaq. Həzrət Əli əleyhissalamın Kumeyl duasında olan cümləsi ilə tamamlayıram. Əli əleyhissalam buyurur ki, Allahümmə xfirliyə zünubəlləti, İlahi mənim o günahlarımı bağışla ki, tuğayyirun ni'am, nemətləri əvəz etdi o günahlarım. Hansı necə nemətlər əvəz etdi? Elə günahlar elədim ki, ardıcıl olaraq nemət verirdi Allah mənə. Amma o günahlarımın nəticəsində nemətlər belə bəlaya çevrildi adam üçün. Misal olaraq, evlad insan üçün böyük bir nemətdir Allah tərəfindən. İnsan ilahi eynə ilə evladını tərbiyə etməsə, ilahi yolla evladını tərbiyə eləməsə, həmin evlad özü üçün bəlaya çevirə bilər və bu kimi misalları nə qədər çəkə bilərik. Və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.